radyo teatrı. Əli və Nino romanı əsasında radyo tamaşa. Azərbaycanın istiqlalı uğrunda canından keçənlərin xatirəsinə həsr olunur. Əsas rollarda Əminə Yusif qızı, Ədalət Məmmədov, İlham Əskərov və Kamal Xudaverdiyev çıxış edirlər. Əli xan, eşidirəm ata. Gəl otur, sənə sözüm var. Buyur ata. Oğlum, şükür gimnaziyanı bitirdin. Bax, əsl həyata qədəm qastığın vaxt sənə yenə müsəlmanın vəzifələrini başa salmalıyam. Məhv olmamaq üçün qədim ənənələrimizi, köhnə həyat tərzimizi qorumalıyıq. Tez-tez dua et oğlum. İçki içmə. Yoxsullara, zəiflərə mərhəmət göstər. İman yolunda qılıncı sıyırıb can vermək üçün həmişə hazır ol. Sən döyüş meydanında həlak olsan, bu mən qocanı ağrıdacaq. Amma şərəfsiz olub sağ qalsan, mən qoca kişi xəcalət çəkəcəyəm. Ata. Düşmənini heç vaxt bağışlama oğlum. Sabahın qayğısını çəkmə. Çünki sabahı düşünmək insanı qorxaq eləyər. Bir də axırıncı nəsiyyətim budur. Məhəmmədin imanını heç vaxt yaddan çıxartma. Başda ata. Sənə yalvarıram oğul, siyasətlə məşğul olma. Nə istəyirsən elə, amma siyasətə qarışma. And içirəm ata. Dediklərini heç zaman unutmayacağım. İnanıram oğul, inanıram. Hədiyyə olaraq sənin 3 arzunu yerinə yetirməyi əhd eyləmişəm. Get fikirləş. Başda. Deməli imtihanı verdin? Hə? Əlvida tələbəlik. Nəsə, narahat idim. İmtihan həmişə həyəcanlıdır Nino. Amma görürsən, Tanrı mömin bəndələrinə kömək eləyir. Bir ildən sonra gərək sən mənim üçün Tanrı rolunu oynayasın. İmtihan başlanında gərək səni partamın altında gizlədim. Oradan cavabları mənə pıçıldayarsan. Başda Nino. Sənin əmrinə həmişə müntəzirəm. De görüm, çətin suallar düşmüşdü. Bilirsən tarix imtihanında nə oldu? Ne oldu? Bileti götürdüm, gördüm, Mədədovun Gəncədə qələbəsi düşüb. Axı o vaxt Gəncə döyüşlərində ruslar hiləgərlik eləyiblər. İbrahim xan Şirvanşirin, yəni mənim ulu babamın qoşunlarını darmadağın eləyiblər. Elə belə de dedin? Bacardığım qədər nəzakətlə, hərçənd cavabım məni yaxşı qiymətimdən məhrum elədi. Amma ulu babamın şərəfindən söz gedəndə mənim üçün yaxşı kafi qiymətlərin arasında heç bir fərq yoxdur. Afərin Əli xan. Baban İbrahim xana layiq olsan. Bəs sənin əmin və onun hərəmi necədir? Əmmimin hərəmxanası vətənə qayıtmaq niyyətindədir, Nino. Hərəmxana rüsvayçılıqdır. Bilirsən, arxayın ol. Mən hərəmxana saxlamayacağam. Amma sən hər halda arvadını çadranın altında gizlədəcəksən. Əgər vəziyyət tələb eləsə, çadranın xeyri çoxdur. Yox. Çadıra qadını günəşdən, tozdan, yad baxışlardan qoruyur. Sən həmişə bir Asiyalı olaraq qalacaqsın. Yad baxışlar sənə niyə mane olur? Qadın başqasının xoşuna gəlmək istəyəndə nə olur? Qadın gərək yalnız öz ərinin xoşuna gəlməyə çalışsın, başqalarını yox. Açıq sifət, lüt çiyinlər, ayaqlardakı şəffaf çorablar,
Qadınlarda bunları görən kişi daha çox görmək istəyir. Kişini belə arzulardan qorumaq üçün çadıra mövcuddur. Səncə Avropada da gənc qızla, gənc oğlan görüşəndə yalnız belə şeylərdən danışırlar? Yox. Onda gəl biz də danışmayaq. Yaxşı. Yaxşı. Yayda nə edəcəksən? Yayda? Yayda Şuşaya gedəcəyik. Amma bu o demək deyil ki, sən də Şuşaya getməlisən. Nə edək? Yayda Şuşada görüşərik. Hə? Sən lap zəlisən valla. Heç bilmirəm, necə səndən xoşum gəlir. Ata, sən mənim 3 arzumu yerinə yetirməyə əhd eləmişdin. Elə də olur. Birincisini artıq bilirəm. Bu yay tək Qarabağa getmək istəyirəm. Hə. Nə olar? Şuşa Azərbaycanın dilbər guşəsidir. Orada istirahətin xoş keçər yəqin. Nino, artıq 5 gün olar Şuşada oturub sizin gəlməyinizi gözləyirəm. Əlixan, məni təbrik elə. Artıq 24 saatdır ki, mən prinses olmuşam. Atamın knyaz rütbəsi barədəki iddiasının Peterburqda sübuta yetirib təsdiq etdirməsi 24 il çəkib. Telegramı bugün almışıq. Təbriklər, prinses Nino. Amma prinsesliyin uzun çəkməyəcək. Hə? Nə demək istəyirsən? Yəni çar bu ünvanı bizdən alacaq? Sən ərə gedən kimi xan adı gələcək adının üstünə. Xan. Bəlkə elə xanın xanımı. Belə bir titul heç mövcud da deyil. Və ümumiyyətlə sənin qəribə evlənmə təklifi irəli sürməyin var. Bilirəm. Bəlkə elə doğrudan da sənə ərə gedim, hə? Əlixan. Amma heç fikirləşmisənmi ki, biz onda nələrin öhdəsindən gəlməliyik? Nə deyirsən? Əvvəla, bir müsəlmana ərə getdiyim üçün, yəqin ki, atam və anam dəli olacaqlar. Sonra elə sənin atan da lənət oxuyub, tələb eləyəcək ki, mən İslamı qəbul edeyim. Bunu da etsəm, atacığımız çar xristianlıqdan döndüyümə görə məni Sibirə sürgün eləyəcək. Səni də təhrik etdiyim üçün mənə qatacaq. Sonra da biz Şimal Qütb dənizinin ortasında bir buz parçasının üstündə oturacağıq və iri ağ aylar bizi diri-diri yiyəcəklər. Yox, Nino. Yox, əzizim. Niyə bəd tərəfinə düşünürsən axı? Sən İslamı qəbul eləməməlisən. Valideynlərin də dərdə düşməyəcək. Toy səyahətinə də biz Parisə, Berlinə gedəcəyik. Sən bu idi Bulonun ağaclarına, Berlinin məşhur heyvanxanasına tamaşa eləyəsən. İndi nə deyirsən? Əli, məni çox istəyirsən, ona görə də belə deyirsən. Amma gəl hələ tələsməyək. Qaçmıram ki. Məktəbi qutaran kimi valideynlərimizlə danışarıq. Yaxşı? Mənə bax, Əli, bəs uşaqlarımız, onlar hansı dinə mənsub olacaqlar? Ən yaxşı, ən təmiz dinə. Salam ağa, sabahınız xeyir. Prinses Nino sizə bir məktub qoyub. Ver görüm. Əzizim Əlixan,
Qəflətən müharibə başlanıb və biz Bakıya qayıtmalıyıq. Sənə xəbər verməyə vaxtım olmadı. Məndən incimə. Ağlayıram və səni sevirəm. Yayın qurtarmasına az qalıb. Tez ol arxamca gəl. Sənin Yunan, öpürəm səni. Bəs o nə telegram? Ver görüm. Atamınandır. Dərhal evə qayıt. Atan. Demək, vəziyyət ciddidir. Sən doğrudan da müharibəyə getmək istəmirsən? Sən Əli xan Şirvanşir? Yox, ata. Getmək istəmirəm. Əcdadlarımızın çoxu döyüş meydanında həlak olublar. Bu bizim ailədə təbii bir ölümdür. Bilirəm, ata. Mən də cəng meydanında başım qoyacam, amma indi yox. Elə uzaqlarda yox. Şərəflə ölmək, şərəfsiz yaşamaqdan yaxşıdır. Mən şərəfsiz yaşamıram, ata. Mənim bu müharibədə heç kimin qarşısında vəzifəm, borcum yoxdur. Əli xan, yoxsa sən qorxaqlıq eləyirsən? Əcdadlarını yadına sal. Hələ Nadir Şahın hakimiyyəti illərində 5 Şirvanşir vuruşublar. 4'ü Hindistan'a yürüyüş vaxtı döyüş meydanında həlak olub. Ata. Yalnız biri Dehli'dən bol qənimətlə qayıtmışdı. Amma Şahruh Hüseyin xana qarşı vuruşanda bu əcdadın qəddar Qacar şahzadəsi Ağa Məhəmmədin tərəfinə keçdi. 8 oğlu ilə birlikdə Ağa Məhəmmədin Zənd, Xorasan və Gürcistana yürüşlərində iştirak elədi. Ağa Məhəmməd qətl edilən gecə Şirvanşinlərin də çadırları Şuşada düşərgədə yerləşirdi. Ağa Məhəmmədin mülayim xələfi Fətəlinin onlara Şirvan, Mazandaran, Gilan və Azərbaycanda bəxş etdiyi malikanalar üçün Şirvanşir nəslinin 9 oğlu qanını verib. İbrahim xan Şirvanşir Bakını müdafiə elədi. Onun Gəncə yanında şəhid olması Şirvanşir adına şərəf gətirdi. Yalnız Türkmənçay müqaviləsindən sonra Şirvanşirlərin malikanələri, bayraqları, döyüş meydanları ikiyə bölündü. Nəslin İrandakı üzvləri Məhəmməd Şah və Nəsrəddin Şahın hakimiyyətləri zamanı Türkmənlərə, Əfqanlara qarşı döyüşlərdə vuruşub həlak oldular. Əcdadlarının qəhrəmanlığını sən ölü, saralmış, toz basmış kitabların səhifələrində yox, öz qan damarlarında, ürəyində oxumalıydın. Mənə söz vermişdin ki, 3 arzumu yerinə yetirəcəksən. Birincisi yayda Qarabağa getmək idi. İndi ikincisini deyim. Ver, mən öz qılıncımı öz istədiyim vaxt sıyırım. Mən bilirəm ki, heç vaxt gec olmayacaq. Sülh günləri qutarıb, özü də uzun müddətkiyə qutarıb. Bizim vətənimizin mənim qılıncıma hələ ehtiyacı olacaq. Yaxşı, nə deyirəm ki? Əli xan, eşitmirsən? Nəyi? Dövlətli Yaqub oğlu 12 yeşil şampan şərabı alıb ki, onları şəhərə girən ilk Türk zabiti ilə içsin. İşə bax Əli xan, şampan şərabı. Müsəlman cahad döyüşçülərinin şərəfinə şampan şərabı. Niyə təəccüblənirsən, Seyid? İnsanlar ağlını itirib. Allah qəzəbləndiyi adamı yolundan azdırır. Dünən 8 adam şəhərdən qaçıb ki, sultanın ordusunda xidmət etsin. 8 adam. İşə bax, şiələr Sünni xəlifənin tərəfində vuruşurlar. Seyid, Türklər də bizim tayfadandır. Biz eyni dildə danışırıq. İkimizin də damarlarında Turan qan axır. Bəlkə buna görə xəlifənin hilal altında ölmək daha asandır. Mənim damarımda Məhəmmədin qan axır. Bəs neyniyək, Seyid?
Ne edək? Bunu mən özüm də bilmirəm. Qismətimiz, taleyimiz Allah'ın elindədir. Qoy Allah bizi düz yola aparsın, ancaq mən bugün səndən başqa bir şey haqqında danışmaq istəyirəm. Bilirəm Məlixan. Sən evlənmək istəyirsən. Axı sən hardan bilirsən ki, evlənmək istəyirəm? Bir də ki, axı bunun sənə nə dəxli var? Mən niyyətimi gözlərindən oxuyuram. Bir də bunun mənə biraz da olsa dəxli var. Çünki mən sənin dostunum. Sən məndən xoşu gəlməyən xristian Ninonu almaq istəyirsən. Elə deyil. Düzdür Mustafa. Yaxşı. Bəs sən nə deyirsən? Mən hə deyirəm Məlixan. Kişi evlənməlidir. Özü də ən yaxşısı odur ki, istədiyi qadınla evlənsin. Demək, onun xristiyan olması səni narahat eləmir. Mənə bax, bəlkə İslamı qəbul eləsin, hə? Niyə axı? İdraki və ruhu olmayan bir məxluqun dini imanı da olmaz. Qadını nə cənnət gözləyir, nə cəhənnəm. O öləndən sonra ruhu əriyib heçə dönür. Unutma, ondan olan oğlanlar əlbəttə müsəlman olmalıdır. Səfərxan, Səfərxan. Ata, mən səndən danışmalıyım. Buyur oğlum, nə deyirsən? Evlənmək istəyirəm. Mən sənə dəniz qırağında imarət tikdirəcəm. Gözəl bir yer tanıyıram. Yayda sən Mərdəkanda yaşayarsan. Birinci oğlunun adı isə əcdadımızın şərəfinə İbrahim olar. İstəsən sənə avtomobil də bağışlayaram. Amma avtomobil mənasız şeydir. Ata. Çünki ona yetiş yollarımız yoxdur. At daha yaxşıdır. Sənə mən axtarıb qız tapım, yoxsa özün tapma fikrindəsən. İndi elə zamanədir ki, cavanlar qızı özləri seçirlər. Ata, mən Nino Kipiani ilə evlənmək istəyirəm. Nino Kipiani ilə? Nino Kipiani'nin incə beli var. Mən elə gəlir ki, bütün Gürcü qızları incə beldirlər. Buna baxmayaraq sağlam uşaqlar doğurlar. Ata. Yaxşı iş görürsən, evlənirsən. Mən 3 dəfə evlənmişəm. Amma arvadlarım payız milçəyi kimi ölüb getdilər. İndisə bildiyin kimi heç evli də deyiləm. Amma sən evlənsən, bəlkə mən də evləndim. Sənin Ninon xristiyandır. Qoyma onu evinə yad iman gətirsin. Bazar günləri onu kilsəyə göndər. Amma evinə gərək keşiş ayağı dəyməsin. Axı mən onu sevirəm ata. Ümumiyyətlə kişi gərək qadını sevməsin. Kişi vətəni, müharibəni sevər. Amma kişinin qadını sevməsi hadisəsinə də təsadüf edilir. Leyli və Məcnunun dillərdə əzbər olan eşqindən və yaxud Hafizin qəzəllərindən xəbərim var. Amma bəzi ağıllı adamlar deyirlər ki, Hafiz ömründə bir qadınla belə evlənməyib. Məcnun isə əməlli başlı dəli idi. İnan mənə oğul, kişi qadını qorumalıdır, sevməli deyil. Allahın buyurduğu belədir. Yaxşı, sabah mən Knyaz Kipiyaninin yanına gedib məsələni onunla danışaram. Yoxsa dünya dəyişib, cavanlar indi özləri qıza elçi gedirlər. Mən özüm Kipianilərlə danışacağım. Akşamınız xeyir, Həli xanım. Lənət şeytana. Naxararyan hardan gəlib çıxdı? Bircə dığamız çatmırdı. Özünüzü yaxşı hiss etmirsiniz, dostum, ha? Bilirsən, bugün qoca Kipianidən
Qızını istəyəndə mənə nə cavab verdi? Ha. Əziz oğlum Əli xan, sizin kimi bir adamla evlənmək hər bir qadın üçün xoşbəxtlikdir. Amma Ninonun yaşını nəzərə alın. Axı o hələ məktəbə gedir. Mən Ninonun xoşbəxtliyini istəyirəm. Bilirəm o inanır ki, sizi sevir. Ha. Amma gəlin müharibənin axırını gözləyək. Ay, sən bir işə bax. Şirvanşir nəslindən olan birinə yox cavabı verilsin. Mən özümü təhqir olunmuş hesab eləyirəm. Mən Ninonu qaçırdı bir an aparacam. Yox. Bu rüsvaçılığa dözə bilmərəm. Hara, qazabını başa düşürəm, Ali xan. Ancaq knyaz heç yox deməyi baxır. Qızı qaçırtmağa sözüm yoxdur. Qız qaçırtmaq köhnə sınaqdan çıxmış yoldur. Bizim adətlarımıza da uyğundur, ha. Amma bu son çıxış yol deyil, ha. Gərək biri gedib knyaza bu nikahın necə deyim, mədəni, siyasi əhəmiyyətini izah etsin. Bundan sonra o əlbəttə güzəştə gedər, ha. Bəs bunu kim eləsin? Necə kim? Mən. Arxayın ol Ali xan. Mənə etibar edin. Özünüz heç bir şey etməyin. Ən başlıcası qızı qaçırtmaq fikrindən vaz keçin. Başqa çarə qalmazsa buna əl atarsınız. Ha. Bəli, eşidirəm. Əli əzizim, təsəvvür eləyirsən? Atamla anam bizə xeyir dua verdilər. Amin. Nino, qoy onda atan özü mənə zəng alsın. O məni təhqir eləyib. İndi biz nişanlıyıq. Toya hazırlaş Əli xan. Atam səni ailə üzvlərinə təqdim eləmək üçün Tiflisə dəvət eləyir. Əli xan, axşam evdə ol. Bizə bəzi adamlar gələcək. Ciddi məsələlər barədə söhbət eləyəcəyik. Səbərxan. Məyər and içməmişəm ki, mən heç vaxt siyasətlə məşğul olmayacağam. Öz xalqının qeydinə qalmaq, siyasətlə məşğul olmaq deyil, Əli xan. Elə vaxtlar olur, xalqın qeydinə qalmaq, onun taleyini düşünmək bir vəzifəyə çevrilir. Yaxşı, bəs indi neyniyim? Bəlkə Ninoya zəng vurum, özü tək getsin, ya da bir rəfiqəsi ilə. Bəli, vəziyyət bambaşqa olacaq. Amma buna görə heç kimdən lütfkarlıq diləməli deyilik. Bu müharibədə kim qalib gəlir gəlsin, o zəif olacaq. Döyüşlərdə aldığı yaralar çox olacaq. Biz isə zəif düşməyəcəyik. Yaralarımız olmayacaq. Buna görə o zaman biz diləmək əvəzinə tələb etməliyik. Bizə aid olan hər şeydə, hər sahədə müstəqillik. Seyid Mustafa, nə olub? Naharayyan yarım saat bundan qabaq Ninonu götürüb qaçdı. Onlar Mərdəkan yolundadır. Nə? Ola bilməz. Tez olun, tez olun. Mən atları yəhərləyirəm. Özünü itirmə Əli xan. Onları tutana kimi özünü ələ al. Sonra nə istəyirsən elə. Tez olun, atlar hazırdır. Əli xan, sən buna min. Komandanın atıdır. İldırım kimi çapır, ona heyfin gəlməsin. Yaxşı elədin o əclafı öldürdün.
mən sənə ömrüm boyu hörmət edəcəyəm. Arvatla ne edeceksin? Onu da özünü öldüreceksin. Yoksa ben öldürürüm. Dayan. Əliхан, onun həyatı sənin əlindədir. Sən onu öldürə də bilərsən, bağışlaya da. Hər ikisi caizdir. Şəriət belə hökm edir. İlyas Bey, ben yaralıyım. Prenses Ninon'u evine apar. Gece soyuktu. Onun üstüne iste bir şey at. Bey, eğer Prenses Nino sağ salamat evine çatmasa, seni öldürürüm. Eşidirsen, bu benim qəti sözümdür. Əliхан, oğlum, şükür Allah'a üzün bəridir. Hər gün evimizə polis gəlir. Təkcə polis yox, bütün naxararyanlar səni axtarır. Bir dəstə də İrana gedib, sənin dalınca. Dostların da cəbhəyə getməli oldular. Komandanın atını qaçırtdıqlarına görə ön cəbhəyə göndərildilər. Mən səndən fəxr edirəm, Əliхан. Ata, sen razısan. Özü də hədsiz razıyam. Mən də belə eləyərdim. Bəs bunun axırı necə olacaq ata? Sən burada qala bilməzsən, İrana da gedə bilməzsən. Yaxşısı budur, Dağıstana gedəsən. Oradakı ağulların birində heç kim səni tapa bilməz. Deməli, naxararyanlar məni öldürmək istəyirlər. Bakıdan gələnlər deyir ki, Nina uzun zaman xəstə olub. Onu Tiflis aparıblarmış. İndi Bakıdadır. Görən neyniyir? Məni yada salır. Arslan ağa dedi ki, Kipyanilər Tiflisdə ev alıblar. Bəlkə köçüb bir dəfəlik orada yerləşdilər. Sen bura necə gəlmişsən? Arslan ağa şəhərdə danışıb ki, sən məni öldürmək istəyirsən. Elə o saat bura gəldim. Sənin üçün elə darıxmışam Əliхан. Tək gəlmişsən. Yox. Məni Seyid Mustafa gətirib. Çox yalvardım. Dedi, səni Əlihanın yanına aparacağım. Amma onu incitsən, səni öldürərəm. O da eşikdə oturub, əlində də tapanca. Seyid! Molla çağır. Bir de bir şahit. Ben evlenirim. Sən doğrudan da mənimlə evlənmək istəyirsən? Eğer sen fikrini değişmemişsense. Mən burada qalmaq istəyirəm. Səninlə. Ev işlərinə baxaram, çörək pişirərəm. Sənə yaxşı arvad olaram. Darıxmayacaqsan. Yox. Nino, kızım sen xörək pişirirsən, Bəli, suyu da özün daşıyırsan. bəli. Nə olar ki? Ay sağ ol kızım, sağ ol. Siz də sağ olun. Gel bu mirvari boyun bağını boynuna tax. Çox sağ olun ata. Çox sağ olun. Əliхан, günləriniz necə keçir burada? Sizə dəyib dolaşan yoxdur ki? Yox ata. Ben bütün avlun qonağıyım. Başıma bir iş gelse her bir kentlerin adının üstüne leke gelir. Yalnız bir defa Gazi Molla yanımıza gelmişti ki kendinin civarında kimse bir naməlum şəxsi yakalayıblar. Deyirlər erməniymiş. Elinde de silah. O adamı ben de gördüm. Həqiqətən erməniydim ama heç kim onun naxararyan nəslindən olub olmadığını bilmirdi.
Kəndin ağsaqqalları məsləhətləşdilər. Belə qərarı gəldilər ki, o adamı döyüb kənddən qopsunlar. Əgər o Naxararyan nəslindəndirsə, o zaman gedib o biriləri də xəbər verəcək. Yox, əgər elə deyilsə, Allah kəkçilərin xoş niyyətini görüb onların günahını bağışlayacaq. Məktub? Aç görək nə yazır? Allahın adıyla salam Əlixan. Xəbərin olsun ki, şəhərimizdə böyük hadisə baş verib. Tez-tez oxu da Əli. Görən nə olub Bakıda? Məhbuslar həbsxanadan çıxıb indi şəhərimizin küçələrində gəzirlər. Polislər indi məhbusların oturduqları yerdədirlər. Dənizin qırağındakı zindanda. Əskər zad yoxdur. Agah ol ki, bizim müdrik qubernator dünən şəhərdən qaçıb. İlahi. Artıq çar mövcud deyil. Ümumiyyətlə indi heç nə mövcud deyil. Əlixan, istəyirəm ki, bu xəbəri birinci məndən eşidəsən. Bütün Naxararyanlar evlərinə qaçıblar. Daha polis də mövcud deyil. Eşidirsən Nino? Naxararyanlar qaçıblar. Polis yoxdur. Bilirsən bunlar nə deməkdir? Əlixan, demək ki yola çıxdı. Biz evə qayıda bilərik. Biz evə qayıdırıq. Hə Nino, əlbəttə biz evə qayıdırıq. Avul həyatımız sona çatdı Nino. Belə də şəhər olar. Gecələr atışma səslərindən qulaq tutulur. Gündüzlər də izdiham dükanları qarət edir. Əlixan, biz tələyə düşmüşük. Elədir. Amma belə davam eləyə bilməz. Bu gün şəhərdə İlyas bəylə rastlaşdım. Məhəmməd Heydarla cəbhədən yenicə qayıdıblar. Birazdan bizə gələsidilər. Seyid Mustafa'nı da çağırmışım. Yəqin olardı. İlyas bəy, vəziyyət çox ağırdır. Elədir. Bakıdan döyüş qan iyi gəlir. Hər şətinliyə hazır olmalıyıq. Artıq neçə gündür kazarmanın həyətində silahdan istifadə eləməyi öyrənirəm. Düz edirsən Əlixan. Gərəyin olacaq. Axı Bakını biz qorumalıyıq. Elədir. Kifayət qədər silahınız varmı? 5 tüfəng, 8 tapanca, bir pulemyot, xeyli sursatımız var. Bundan başqa qadın, uşaqlar üçün də zirzəmi. Mən zirzəmiyə getməyəcəm. Getməyəcəm. Nino, biz güllə atarıq, sizsə yaralarımızı sarıyarsınız. Bir də məncə heç döyüşə ehtiyac qalmayacaq. İlyas bəy, İşdirəm. sizə deməyi unuttum. Biraz əvvəl Əsədullanı gördüm. O dedi ki, tələb eləyirlər ki, biz silahları təslim eləyək. Mən silahımı onlara verməyəcəm, İlyas. Bizim üçün döyüş deməkdir. Allah Allah. Erməni dəstələrinin başında kim durur? Stiyapalalayan. Ay sağ ol. Onu da yaxşı tanıyırsınız. Başçı kimdir? Stepan Şamyan. Şamyan. Həli Stepan Şamyan. O da ermənidir. Deyin görək, erməni anarxisti ilə erməni millətçisi tez birləşər. Ya müsəlman millətçisi ilə erməni millətçisi. Mən inanmıram ki, ermənilər bizim tərəfdən Ruslara qarşı vuruşsunlar. Seyid, İlyas bəy, işdirəm. Seyid heç də haqsız deyil. Sən qan sirrini unudursan. Stiyopalala yaramaz olmalıdır ki, intiqam hissini unutsun. Yaxud da bir siyasətçi olmalıdır, Əlixan. Elə bir adam olmalıdır ki, xalqını qırğından xilas etmək naminə öz qəlbindəki şəxsi intiqam hissini unutsun. Nə olursunuz olun. İstəyirsiniz siyasətçi olun, olmayın. Mən bir şey istəyirəm. Bir həftədən sonra sağ salamat geri qayıdın. Çünki şəhərdə döyüşlər başlasa qan su yerinə axacaq. Sən də döyüşəcəksən, Əlixan. Əlbəttə, Nino. Mən uşağımızın adını Əli qoyacağam. Necə istəyirsən, əzizim.
Alo, kimdir? Mənəm. Ha, sən İlyas bəy. Əli xan, ermənilər bütün müsəlmanların tərk silah edilməsini tələb edirlər. Sabah saat 3-ə kimi möhlət veriblər. Əlbəttə biz bunu rədd edirik. Sən pulemyotu götürüb qala divarında, Sinaşvili darvazasının solunda mövqe tutarsan, sənə köməyə 30 nəfər göndərəcəyəm. Darvazanı müdafiə etmək üçün hazırlıq gör. Yaxşı, danışdıq. Nə olub Əli xan? Düşmən qalanın ağzında durub Nino. Nökərədi, tüfəkləri pulemyota hazırlasın. Biz döyüşəcəyik. Yerin hardadır Elxan? Sisyanashvili darvazasında. Lap yaxşı. Mən İslam Xeyriyyə Cəmiyyətinin salonunda qərargahda olacağam. Cəsur ol Elxan. Düşmənlər qaladan içəri girməməlidir. Hər nə çarədir gərək qabaqlarına alasan. Əsədullah da kəndliləri gətirəcək. Nikolay küçəsindən, düşmənin arxasından hücuma keçəcək. Əli xan, nökərlər hazırdır, səni gözləyirlər. Sən də əşyalarını yığ. Saat 8-də İrana gəmi gedir. Sən məni qovursan? Yox Nino, yox. Belə yaxşıdır. Tehranda sən təhlükəsiz olarsan. Şəhər sakitləşən kimi qaydarsan. Doğrudur, mən çox qorxuram. Buna baxmayaraq, mən burada qalıram. Bilirəm, sənə heç bir köməyim dəyməyəcək, amma mən səninəm. Səninlə də qalmalıyam. Sağ ol Nino. Fəxr edirəm ki, belə arvadım var. Sağ ol əzizim. Meylin Nikolay küçəsində gördüm. Qulaqlarını, burnunu kəsmişdilər. Amma halal olsun Əli. Sən Duma meydanına soxulanları yaxşıca düşdün. Əsədullah da gəldi. Həm də vaxtında gəlib çıxdı. Hücum əmri verdiyi ilə hücuma keçməyimiz bir oldu. Sənin də duanın köməyi az olmadı. Bilirsən, Haşım tüyündə kimlər dayanmışdı? Yox. Bütün Naxarıyan nəsli. Arxadan bizi atışa tutmuşdular. Onların hamısı qırıldı. Mənin Haşim evinin damında 8 pulemyot qoymuşdum. Biz bütün ətrafa hakim idik. Hə, xəbərim vardı. Axşam 8-ə kimi sursat qutaranacan döyüşçülərin dəyanətlə vuruşdu. Amma sakitləşəndə düşmən elə bildi ki, bu tələdir. Musa Nağı da həlak oldu. Lala onu öldürdü. İlahi. Sağ qalmaqda insana istirab verərlərmiş. Məhəmməd Heydər öldü. Ayşə həlak oldu. Evimiz talan edildi. Mənsə bu balaca yelkənli qayımla gedirəm. Ürəyimdə fırtınalar. Biz orada nə edəcəyik? Bütün bu dəhşətləri unudub istirahət eləyəcəyik Nino. Elə yorulmuşum ki, bir ay, yox, bir il yatmaq istəyirəm. Yaşıl ağaclar olan bir bağda, ateş səslərindən uzaq bir yerdə uyumaq, dünyanı unutmaq. Əliyə görəsən, Bakı nə vaxt azad ediləcək? Hər halda 2 həftə içində. 14 gün qalıb. Bakı üçün elə darıxmışam. Nino, gözlədiyimiz gün gəlib çatdı. Ənvər Paşanın ordusu Bakını tutdu. Biz vətənə qaydırıq, Nino. Limandakı o xəz papaqlı cəngavər görürsən. İlyas bəy qılıncını sıyırıb gəmini gözləyir. Şükür Allah. Gəmini salamlayır. Şükür Allah'a. Xilas olduq. Bakıya qaydırıq. Nino. Gör Bakıda nələr baş verir. Köhnə qubernator binasının üstündə yeni dövlətin bayrağı dalğalanır. Məktəb binasında parlament yerləşir. Birinci dəfədir ki, mən özümü öz vətənimdə sahib kimi hiss edirəm, Nino. Sənin uşağını görən kimi İrana gedəcəm. Mənsə burada qalmalıyım, ata. Mən qoca adamam Əlixan. Yeniliklə işim yoxdur. Sən burada qalmalısan.
Sən cavan, cəsursan. Azərbaycan ölkəsinin sənə ehtiyacı var. Əli xan, ne üçün siz dövlət vəzifəsində deyilsiniz? Fətəli xan, mən bütün varlığımla vətənimə bağlıyam. Əmriniz nədir? Eşitmişəm ki, sizdə xarici dilləri öyrənmək istedadı var. İngilis dilini nə vaxtda öyrənə bilərsiniz? İngilis dilini? Mən İngilis dilini çoxdan bilirəm. Özü də təmiz. Nino necədir? Sağ olun Əla Həzrət. Arvadım yaxşıdır. O da İngilis dilini bilir. Bəli. Bizim sizin kimi adamlara ihtiyacımız var. Bugündən etibarən siz Qərbi Avropa şöbəsinin ataşesi təyin olunursunuz. Xarici İşlər Naziri Əsədullah'ın yanına gedin. O vəzifənizi sizə izah edəcək. Amma siz Allah incimeyin. Eviniz 5 günə hazır ola bilərmi? Bu cür xahişlə sizə müraciət etməyinə görə özümü utanıram. Baş üstə Əla Həzrət. Əli xan, de görüm, vətən xilaskarı xoşuna gəldi? Nino xanım Şirvanşir, Azərbaycanın Janna d'Ark'ı. Nino, əzizim, məni Paris konsulluğuna ateşe təyin edirlər. Hə? Necə yəni? Bəs bu şad xəbərdir mənim üçün. Yox Nino, yox. Mən buna qol qoya bilmərəm. Niyə Əli xan? Mənə düzgün başa düş Nino. Mən səhranı, dənizi, köhnə qalanı, dar dalanlardakı məscidləri sevirəm. Balıq susuz boğulduğu kimi, mən də şərqdən uzaqda boğularım. Heyf, heyf. Nino, gəl burada. Asiyanın, Avropanın hiss edilməyən, bir-birinə qarışdığı Bakıda qalaq. Mən bu ölkədə anadan olmuşam. Burada da ölmək istəyirəm. Öz Ninonu bağışla Əli xan. Mən axmaq olmuşam. Bilmirəm, ne üçünsə fikirləşirdim ki, sən asanca hər şeyə, hər yerə alışa bilərsən. Biz burada qalırıq, daha Paris barədə söhbət eləməyək. Bilirəm Nino, mənim kimisinin arvad olmaq asan deyil. Yox, elə demə Əli xan, elə demə. Darıxma, uşaq olan kimi biz hara desən, Parisə, Londona, Berlinə, istəsən lap Romaya gedərik. Axı hələ heç toy səyahətinə çıxmamışıq. Harda xoşuna gəlsə, bütün yayı orada qalar. Yaxşı, yaxşı. Biz Avropanı unuduruq. Amma səndən olan bu uşaq nə səhranın övladı olmalıdır, nə də qumun. Qoy bu uşaq sadəcə Əli ilə Nino'nun övladı olsun. Yaxşı? Kız Əli xan, çok güzel bir kız. O kadar bəxtiyaram. Mən də xoşbəxtəm Nino. Gör ne güzeldi. Adını Tamara koyarıq. Litseyin şərəfinə. Gələn dəfə oğlan olacaq. İndi biz tam azadıq. Ölkəmizin ərazisində bir dənə də olsun əcnəbi qalmadı. Buna bax İlyas bəy, biz boşluqda qalmışıq. Əşi, sən nə danışırsan? Ordunun vəzifələri başqadır. Bax, ordu buraya, Ermənistanla sərhədə getməlidir. O tərəfdə üsyan qalxıb. Hərviyyə naziri Mehmandar artıq əmr verib. Parlamentdə müxtəlif partiyalar mübahisə edir. Bizim vəzifəmiz müqavilələr bağlamaqdır. Qalan hər şey Allahın əlindədir. Nino, çox istidir. Körpəmizdə bu cür istəyir vərdiş eləməyib. Sən də ki, ağaçları, kölgəni, suyu sevirsən. Bu yay Gürcistana, valideynlərinin yanına getsəm, necə olar? Yox, mən tək heç yerə getmək istəmirəm. Biz birlikdə getməliyik Əli xan. Düzdür, şəhər çox istidir. Axı sənin
Gəncə yanında bağların, üzümlüyün və bir malikənən var. Gəl, ora gedək. Ne diyelim ki? Onda yığış sabah yola düşürük. Yaxşı. Ben seni 100 yıl bundan qabaq əcdadım İbrahim xanın vurulub öldürüldüğü yere çoktan aparmaq istəyirdim. İlyas Bey? İlyas Bey xeyirdi mi? Onlar şəhəri mühasirəyə aldılar və parlament təslim oldu. Qaça bilməyən bütün nazirlər həbs olundu, parlamentdə ləğv edildi. Bakıda bir dənə də olsun əskərimiz yox idi. Ordumuz isə Ermənistan ilə sərhəddə itirdikləri mövqelərdə dayanmışdı. Mən burada könüllü partisan dəstəsi yaratmaq istəyirəm. Sən ailəni də götür, get Əli xan. Birlikdə könüllü partizan dəstələri yaradalıq İlyas. Mən öz vətənimdən heç yana gedən deyiləm. Dəlisən, ağlı itirmisən nədir? İlyas Bey, sən burada qalırsansa, mən də qalıram. Əli xan, biz bir yerdə məktəbə getmişik, bir yerdə savaşmışıq. Sən Naxaryanın maşınını təqib edəndə mən sənin ardınca çapırdım. İnanı, yəhərimdə mən evlərini aparmışdım. Biz bir yerdə Sinaşvilinin darvazası yanında vuruşmuşuq. Amma indi sən çıxıb getməlisən. Ninodan ötürü, özündən ötürü. Sabah sənə ehtiyac olacaq vətəninin naminə çıxıb getməlisən. Yox İlyas Bey, dedim ki mən qalıram. Birgə vuruşacağıq. Mən burada ona görə qalıram ki, dünyada təkəm. Əskərləri döyüş aparmağı bacarıram. 2 meydan müharibəsində təcrübəm var. Sən İrana get Əli xan. Yox, yox İlyas. Nə İrana gedə bilərəm, nə də Avropaya. Vətənim dardadır. İndi onun mənim qılınçma ehtiyacı var. Cumhuriyyətimizi müdafiə etməliyik. Hazırlar. Tiflis'e axırıncı qatar 2 saatdən sonra gedir. Deməli, biz gedirik. Mən yox. Sən uşaqla gedirsən. Nə? O vaxt Bakıda olduğu kimi deyil indi. Nino, sən burada qala bilməzsən. Yox, İndi qızımız da var. yox. Onda sən də bizimlə getməlisən. Gedə bilmərəm Nino. Sənin ulu baban da Gəncə körpüsündə şəhid olub. Mən bunu tarix kitabında oxumuşam. Yox, Əli xan, sənin üçün qorxuram. Mən səni qoyub gedə bilmərəm. Ağlama Nino. Ağlama. Yox, Sonra mən də gələcəyəm. yox, Görəcəksən. yox Əli xan. 2-3 günə yanındayım. Səhər açılır Əli xan. Ölkəni qırmızı süvari dəstələri bürüyüb. Təsəvvür edirsən şəhər Bakıdan xilas olan qaçqınlarla doludur. Bakıdan nə danışırlar? Deyirlər ki, nazirlər güllələnib, parlament deputatları həbs olunub. Hətta bəzilərinin ayağına daş bağlayıb Xəzərə atıblar. Görəsən, biz Gəncəni qoruya biləcəyimi? İlyas Bey, Eşidirəm. xəbərim var. Arslan ağa da bizlə vuruşmağa gəlib. Deyir ki, qorxaq da olsam, vətənimi sizin kimi mən də sevirəm. Mən bəzi şeylər də eşitmişəm Əli xan. İranda Rıza adlı bir nəfər peyda olub. O əskərlərə komandanlıq edir, düşməni qovur. Ankaradasa Kemalın ətrafına ordu yığılıb. Biz əbəs yerə vuruşmuruq. 25 min əskər bizim köməyimizə tələsir Əli xan. 25 min yox İlyas. Bütün dünya müsəlmanları bizim harayımıza gəlirlər. Amma onlar vaxtında bura çatacaqlar ya yox. Bunu tək Allah bilir. Ay İlyas Bey, gördün mü? Gördün mü körpünün üstündə Arslan ağanı vurdular. Deməli insan qorxaq olsa da yenə öz vətəni yolunda qəhrəman kimi ölə bilərmiş. İlyas Bey, niyə susursan? O
Orada nə edirsən? Xəritəyə baxıram Əli xan. Xilas üçün yollar axtarıram. Amma tapamıram. 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 Siz Əli və Nino romanı əsasında hazırlanmış radyo tamaşanı dinlədiniz. Əsas rolları Əminə Yusif qızı, Kamal Xudaverdiyev, İlham Əskərov, Ədalət Məmmədov ifa edirdilər. Tamaşanın rejissoru Leyla Qarayeva, musiqi tərtibatçısı Gülşən Səmədova, səs operatorları Rəna Məmmədova və Anar Məmmədovdur. Romanı radio üçün Gülbəniz Hüseynova səhnələşdirib. Əsər 1995-ci ildə lentə alınıb.